Deməli, bağçanın cəmiyyət üçün rolu çox böyükdür. Həm cəmiyyət üçün, həm də uşaqların gələcək inkişafı üçün bağçanın çox mühüm rolu vardır, çox böyük əhəmiyyətləri vardır. Yəni bağçaya gedən uşaqla bağçaya getməyən uşaq arasında da yəni çox fərq olur. Məsəl üçün bağçaya gedən uşaqda sosiallıq, əməkdaşlıq, hörmət, ədalətlilik, sonra paylaşmaq kimi, qaydalara əməl etmək kimi əməllər olur. Və məsəl üçün həm də bağçada uşaqların bir şəxsiyyət kimi yetişdirilməsinin də əsası qoyulur. Yəni bağça uşaqların ilk yəni təməlləri qoyulan məktəbə qədər təhsil sahəsidir. Yəni əhəmiyyəti çox böyükdür. Uşaqların həm gələcək həyatlarında, həm bir şəxsiyyət kimi formalaşmasında çox böyük əhəmiyyəti vardır. Qəşəng. Allaha şükür, biraz elə bil artırmışam. Bəs onu deyim də, hər dəfə danışdıqca istər-istər davam nitqi açılır. İnanırsınız, axşam oturub danışmışam öz-özümə biraz uşaqlar yatandan sonra. Elə bir ki, biraz açılışıram da. Gərək heyl eləyim, mən danışmıram deyə danışa bilmirəm. Gərək danışım. Sonra... Əgər bağçada yeni metodların keçirilməsinə şərait əgər yoxdursa, siz necə təşəbbüs göstərərsiniz? Əgər bağçada biz yeni metodların keçirilməsinə şərait yoxdursa, mən çalışardım ki, bunu özüm həll etməyə çalışım və yaxud da valideynlərlə əməkdaşlıq edə bilərəm, onlarla güşələr yarada bilərəm, yeni güşələr tətbiq edərəm, yaradıcı fəaliyyətlər tətbiq edərəm, əyani vəsaitlərdən istifadə edərəm, uşaqlar üçün yəni cəlb edici, maraqlı fəaliyyətlər təşkil edərək bunu həll etməyə çalışaram. Məktəbəqədər təhsildən gözlənilən nəticələr nələrdir? Cəmiyyətin, valideynlərin, insanların, yəni nə kimi gözləntilər var məktəbəqədər təhsildən? Məktəbəqədər təhsildən gözlənilən nəticələr ilk əsası, yəni uşaqların burada fiziki cəhətdən, sosial-emosional cəhətdən, yəni idraki cəhətdən formalaşmasıdır. Uşaqların bir şəxsiyyət kimi yetişdirilməsidir. Onların gələcəkdə, yəni vətənə bir layiqli övlad kimi yetişdirilməsidir. Bilməm də bu cavab nə qədər düz dedim, düz demədim. Düzdür. Demək, bağçanızda sağlamlıq imkanı məhdud olan uşaqlar üçün qruplara yəni açılıb, uşaqlar ora cəlb olunur və valideynlər buna qarşı irad bildirirlər. Bu zaman siz nə edərsiniz? Əlbəttə ki, biz bilirik ki, təhsil almaq hər bir uşağın hüququdur. Yəni bir tərbiyəçi müəllimə olaraq da biz hər bir uşağa qərəzsiz yanaşmalı, hər bir uşağın fərdiliyini və fərqliliyini qəbul etməliyik. Mən ilk öncədən, yəni valideynlərimlə söhbət apararam. Məsələn, inklüziv təhsilli, sağlamlıq imkanı məhdud uşaqlar barəsində valideynlərimə məlumat vermiş olaram. Yəni bir qrupda da sağlamlıq imkanı məhdud uşaqlar çox olmur. 5-10% olur və yəni o uşaqların da təhsil almaq hüququnun olduğunu valideynlərə izah edərəm. Onların da yəni onlarda da empatiya bu uşaqların, yəni sizin uşaqlarınızın bu uşaqlarla ünsiyyət qurmasının, yəni onları başa düşməsinin, empatiya qabiliyyətinin, yəni onlarla ünsiyyət zamanı inkişaf etdiyini onlara başa sala bilərəm. Qəşəng. İrəliləyiş var. Ay Allah. Nə bilim, görək də. Yox, həqiqətən irəliləyiş var. Siz də başlayanda dərslərə qısa danışırdınız, amma yox, indi uzun danışırsınız. Sonra... Sevindim. Əgər uşaq yeməkdən imtina edərsə, bu zaman nə edərsiniz? İlk öncə mən uşağı müşahidə edərəm, bunun səbəbini öyrənməyə çalışaram. Ola bilər ki, bu uşaq bu yeməyi sevməsin və yaxud da uşağın bugün emosional halında bir gərginlik vardır və yaxud da harasısa ağrıyır, iştahı yoxdur. İlk öncə uşağı müşahidə edərəm, sonra isə uşağı yəni yemək yeməyə cəlb edərəm. Ola bilər ki, burada uşağa yeməyi fərqli formada verə bilərəm, rəngli boşqabda təqdim edə bilərəm və yaxud da belə oyun keçirdə bilərəm sakit şəkildə ki, gəlin görək indi yeməyimizi kim tez yeyəcək, yeməyi kim tez yesə qalib olar. Yəni bu kimi oyunlar təşkil edərəm. Biz yesək böyüyərik, sağlam olarıq, ancaq yeməsək balaca qalarıq, böyüyə bilmərik. Yəni uşağı həvəsləndirərəm ki, yeməyini yesin. Sonra
Demək, qrupda uşaqlar yıxılır və ağlayır. Digərləri də panikaya düşür. Siz bu zaman nə edərsiniz? Aha. Mən ilk öncə yıxılan uşağa yaxınlaşaram və uşağın nə dərəcədə zədə alıb almadığını yoxlayaram. Əgər yüngül zədə varsa, buna özüm ilk tibbi yardım göstərərəm. Əgər ciddi yaralanması varsa, yəni bu zaman təcili tibbi yardıma müraciət edərəm, valideynlə əlaqə saxlayaram və digər uşaqlar özüm də sakit və təmkinli olaram ki, digər uşaqlar da yəni çox panikaya düşməsinlər. Digər uşaqlara da yəni onlara da bir fəaliyyətə cəlb edərək, yəni başlarının qarışmasına şərait yaradaram. Sizcə uşaqlar sizi sevməsə, siz tərbiyəçi müəllimə kimi uğurlu ola bilərsinizmi? Mənim fikrimcə xeyr. İlk növbədə bir tərbiyəçi müəllimin uğuru, yəni uşaqların onu sevməsidir. Yəni uşaqlar bizi sevirsə, bizi görəndə xoşbəxt olurlarsa, üzlərində sevinç hissi olursa, yəni bu çox gözəl bir haldır. Yəni uşaqlar tərbiyəçi müəllimi sevirlər. Yəni sual yadımdan çıxdı. Yəni xeyr də, yəni ilk öncə uşaqlar tərbiyəçi müəllimin uğuru odur ki, yəni uşaqlar onu sevsin, ona güvənsinlər, ona inansınlar, onun yanında özlərini xoşbəxt hiss etsinlər. Teatr uşaqların inkişafında nə kimi rola malikdir? Teatrın uşaqların inkişafında rolu çox böyükdür. Məsəl üçün, mən teatr təşkil edərkən uşaqlara rollar verərəm, rolları onların arasında bölərəm, uşaqlara rəqslər təşkil edərəm, hər uşağa fərqli rəqslər verərəm. Uşaqlarda yəni oyuna girmək bacarığı olur, empatiya bacarığı, sosiallaşmaq, əməkdaşlıq bacarıqları olur. Nitqin inkişafında da yəni müsbət nəticələr göstərir. Siz uşaqda məsuliyyət hissini necə formalaşdırarsınız bir tərbiyəçi müəllim olaraq? Uşaqda məsuliyyət hissini ilk öncə uşaqda özünə inam yaratmağa çalışaram və məsuliyyət hissini uşaqda kiçik fəaliyyətlər təşkil edərəm uşağa qarşı. Məsəl üçün, Ayxan, bugün qələmlərimizi sən gətir dostlarına payla və yaxud da rəngləməni bitirdikdən sonra bax bu qələmləri yerinə yığmaq bu gün sənin vəzifəndir. Yəni uşağı kiçik fəaliyyətlərə cəlb edəndə uşaq özündə məsuliyyət hissi, uşaqda məsuliyyət hissi yaranır, özünü məsuliyyətli hiss edir. Əgər uşaqlardan bir neçəsində nitq problemi olarsa, bu zaman necə yanaşarsınız? Nitq problemi olan uşaqlarla mən ilk öncə söhbət apararam ən çox. Sual-cavablar təşkil edərəm onlarla, artikulyasiya məşqləri təşkil edərəm. Əgər yəni bu problemlər daha da ciddidirsə, bu zaman valideynlər, psixoloqla, loqoped və defektoloqlarla da əlaqə saxlayıb problemi aradan qaldırmağa çalışaram. Uşağın yaradıcı təfəkkürü necə inkişaf etdirərsiniz? Uşağın yaradıcı təfəkkürünü uşağa fəaliyyətlər verərək. Məsəl üçün, uşaqlara rəngli kağızlar verə bilərəm. Bunlardan hər hansısa, məsəl üçün, ağac düzəltməklərini istəyə bilərəm. Və yaxud da uşaqlara yapma verə bilərəm. Yapmadan hər hansısa bir nəyinsə düzəldilməsini istəyərəm. Sonra, yəni daha çox onları yaradıcılığa cəlb edərəm. Onların yəni fikirlərini önəmli sayaram. Qrupunuzda əgər fərqli səviyyələrdə uşaqlar olarsa, dərsi o zaman necə təşkil edərsiniz? Fərqli səviyyədə uşaqlar varsa, mən burada hər bir uşağın əlbəttə ki, tərbiyəçi müəllim olaraq qərəzsiz yanaşmalıyam və onların hər birinin fərqli xüsusiyyətlərini nəzərə almalıyam və mən çalışmalıyam ki, hər bir uşağı öz tempinə uyğun fəaliyyətlər təşkil edim. Məsəl üçün, bəzi uşaq var 5-ə qədər saya bilir, bəzisi var, məsəl üçün, 5-ə qədər saymanı artıq rəqəmləri tanıyaraq rəngləyə bilir. Məsəl üçün, desəm, biri rəngləyə bilər, ikini rəngləyə bilər. Yəni, çalışaram ki, hər bir uşağın öz tempinə uyğun ona fəaliyyətlər verir. Həm də vak öyrənmə tərzində bura qatmaq olar. Sonra, əgər uşaqlarda davranış pozğuntusu ilə qarşılaşsanız, bunun aradan necə qaldırarsınız?
Hı. Əgər uşaqlarda davranış pozuntusu varsa, ilk öncə uşağı müşahidə eləyərəm. Bunun səbəbini öyrənməyə çalışaram. Bu ola bilər ki, uşaqda hər hansısa psixoloji gərginlikdən ola bilər və yaxud da ailədə uşağa hər hansısa bir aqressiv hallar baş verir. Bundan ola bilər. Çalışaram ki, uşaqla müsbət söhbətlər aparım. Uşağa yəni sevgi ilə yanaşım. Bu problemi aradan qaldırmağa çalışım. Yəni qaydaları xatırladım. Bax bunu belə etmək düzgün deyil. Belə etsək bu bizim üçün daha yaxşı olar. Yəni müsbət ifadələr işlədərək çalışaram ki, bu problemi həll edim. Məktəbəqədər pedaqoqanın əsas məqsədi nədir? Uşaqları məktəbə hazırlamaq yoxsa bir şəxsiyyət kimi yetişdirmək? Əlbəttə ki, uşaqları pedaqoqikanın əsas məqsədi uşaqları bir şəxsiyyət kimi yetişdirməkdir. Bunu bilmirəm, ətraflı deyə bilmərəm bunu. Yəni uşaqlara zəruri bacarıqlardır, dəyərlərdir. Bunların hər biri aşılanmalıdır. Uşaqların məktəbə hazırlığını təmin edir. Sonra uşağın səhv etməsinə icazə vermək nə dərəcədə əhəmiyyətlidir? Yəni bir tərbiyəçi müəllim olaraq şərait yaradarsınızmı uşaq səhvlərə yol versin? Səhv edərkən biz buna uşağa yəni mənfi reaksiya verməli deyilik, mənfi rəy verməli deyilik. Niyə səhv etdin? Bax sən səhv etmisən. Əksinə uşağa konstruktiv rəy verərək onu dəstəkləyə bilərik ki, yəni biz səhv edə öyrənərik. Səhv etmək heç də eyib deyil. Yəni bu zaman uşaq artıq səhv etdikdə həm çəkinməz, həm qorxmaz və yəni bilər ki, səhv edə yəni səhv edə öyrənirik. Yəni şərait yaradaram bəli ki, uşaq səhv etsin və səhvindən nəticə çıxara bilsin. Və yaxşı, inklüziv təhsildə akkomodasiya və modifikasiya arasında fərq nədir? Bunlar necə tətbiq olunur? Akkomodasiya yəni belədir ki, məsəl üçün burada uşağın hər hansısa bir zəifliyini nəzərə alırıq. Məsəl üçün eşitmə zəifliyi varsa, uşağın eşitmə nəzərə alırıq. Görmə zəifliyi varsa, bunu biz nəzərə ala bilərik. Akkomodasiya bu. Modifikasiya isə yəni uşağın yaşına uyğun tətbiq edildikdə, məsəl üçün fikrimi çatdıramadım. Akkomodasiyada yəni uyğunlaşdırmadır, amma modifikasiyada elə bir uşağın səviyyəsinə uyğun biz proqramı dəyişdirə bilirik, azalda bilirik, zəif uşağa az veririk, güclü uşağa güclü veririk. Amma akkomodasiyada onu uyğunlaşdırmağa çalışırıq, heç bir dəyişiklik olmur. Gedin sakit oynayın. Sonra məktəbəqədər yaşlı uşaqda intizam daha çox öyrədilsin, yoxsa yaradıcılıq? Əlbəttə ki, çalışaram ki, yəni bunların ikisinin də arasında balans saxlamağa çalışım. Həm yəni uşaqda intizam formalaşdırım.